İsrail ordusu İranın qərbindəki hədəflərə qarşı yeni geniş miqyaslı zərbələr dalğasına başlayıb. Zərbələr nəticəsində 3 nəfər xəsarət alıb. İsrail hava qüvvələri isə son gün ərzində İranın qərbində və mərkəzində 200-dən çox infrastruktur obyektinə zərbələr endirib. İranın Xarici İşlər Naziri Abbas Əraqçi Amerika Birləşmiş Ştatları və İsraillə gərginliyin artmasına baxmayaraq Hörmüz boğazının açıq qaldığını bildirib. Lakin İrana hücum edən ölkələrlə əlaqəli gəmilərin bloklanacağı barədə xəbərdarlıq edib. Əraqçi İranın yeni ali rəhbərinin vəziyyəti barədə də danışıb. O, Müçtəba Xameneyinin səhhətinin yaxşı olduğunu və ölkədəki vəziyyətə tam nəzarət etdiyini bildirib. Hörmüz boğazı mahiyyət etibarilə açıqdır. O yalnız düşmənlərimizə, bizə və müttəfiqlərinə hücum edənlərə məxsus tankerlər və gəmilər üçün bağlıdır. Başqa hər kəs sərbəst şəkildə keçə bilər. Əlbəttə ki, onların çoxu təhlükəsizlik səbəblərindən keçməməyə üstün tutur. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. Eyni zamanda bir çox tanker və gəmi Hörmüz boğazından keçir. Və deyə bilərəm ki, boğaz bağlı deyil. Yalnız ABŞ, İsrail gəmiləri və tankerləri üçün bağlıdır. Başqa heç kim üçün deyil. Bu arada ABŞ prezidenti Donald Trump İranın onunla razılaşmaq istədiyini, lakin şərtlərin kifayət qədər yaxşı olmadığı üçün hələlik bunu etmək istəmədiyini bildirib. O, İranla müharibəni hansı şərtlərlə dayandırmağa hazır olduğunu dəqiqləşdirməkdən imtina etsə də, qeyd edib ki, belə bir razılaşmanın bir hissəsi Tehranın istənilən nüvə ambisiyasından imtina etməsi olmalıdır. Yeri gəlmişkən, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İranın Türkiyəyə raket hücumları ilə bağlı məsuliyyəti rədd etdiyini bildirib. Əlavə edib ki, İranın verdiyi açıqlamalar raket hücumları ilə bağlı texniki məlumatlarla uyğun gəlmir və bu məsələ Ankara tərəfindən müzakirə edilir. İranlı meslektaşımla son olaydan sonra da görüştük, haberleştik. Yine kendileri bu olayı sahiplenmiyorlar. Böyle bir konunun talimatını vermediklerini, böyle bir saldırıyla ilişkilerinin olmadıklarını söylüyorlar. Tabii elde de teknik veriler var, başka konular var. Biz bu arasındaki beyan ve gerçeklik arasındaki zıtlığı açıkçası kendileriyle konuşuyoruz. Farklı düzeylerde, askeri düzeyde, bizim düzeyimizde bunlar şu anda konuşuluyor. Dediğim gibi bizim bir numaralı önceliğimiz savaşın daha geniş coğrafyaya yayılmasını engellemek, savaşın ömrünü kısaltmak, mümkün olan en kısa şekilde hemen mümkünse sonlanması ve hiçbir şekilde Türkiye'nin bu savaşın içine çekilmesine müsaade etmemek. Livan cəbhəsində də toqquşmalar səngimir. İsrail Hizbullah hədəflərinə qarşı yeni zərbələr endirib. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.